Peyğəmbərimiz deyir ki, Qurani Kərimi gözəl səslərinizdən daha zinətləndirin. Təqlid edərkən səsə dəyən zərərlərdən necə qorunmaq olar? Qazlı içkilərdən uzaq durmaq lazımdır. Zərərli yeməklər var, məsələn, yağlı yeməklər var. Hamısı zərər verir səslərə. Təqlidimizi hansı qari ilə etmək məsləhətdir? Məsələn, mən bir balamız var, onun üzərində işləyirəm. Şahadın məsələn tilaməti ilə işləyirəm onun üzərində, amma səsin qoruya-qoruya işləyirəm ha. Sən o uşağa izin versən ki, o tam getsin o zilə, o səsin körləyə bilər. Adətən çox qariyə qulaq asanlar hacı özləri bir yol yaradırlar. Amma bəziləri də iş görə bilmirlər. Biz görmüşük belə təqlidçilər ki, yarı yolda qalıblar. Bir dəfə 3 gün buna qulaq asır, 4 gün buna qulaq asır, 5 gün buna qulaq asır, axırda təqlidsiz qalır. Bismillahirrahmanirrahim. Əziz Qur'an həvəskarları, sizləri Qur'an-ı Kərimin nurlu dünyasına dəvət etdiyimiz ahəng verilişindən salamlayıram. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Bugünkü görüşümüzdə biz təqlid və təqlidin xüsusiyyətləri haqqında danışacağıq. Qur'an-ı Kərim bizə həyat yolunu göstərən bir nurdur. Bugün biz bu nur haqqında danışacaq və bu nurun gözəlliyini həm qiraətdə, həm də qəlblərimizdə hiss edəcəyik. Bu görüşümüzdə biz dəyərli Qur'an ustadı ilə birlikdə həmsöhbət olacaq. İcazənizlə sözü ona ötürür və Qur'an-ı Kərimin möcüzəvi ahəngini birlikdə dinləyirik. Hacı İlkin Həsənzadə. Hacı, xoş gəlmişsiniz. Çox sağ ol əzizim. Necəsiz? Allah razı olsun. Hacı, inanıram ki, keçən verilişimiz çox maraqlı olub. Mən YouTube səhifəsindən kommentlər də izlədim. Dinləyicilər çox marağına səbəb olub dinləyicilərin bizim verilişimiz. Allah razı olsun. Və bəzi suallar veriblər ki, inşallah veriliş əsnasında biz bu sualları sizə verəcəyik. Və vaxt itirmədən inşallah istəyirəm elə birinci sual verim sizə ki, Hacıcan, təqlid edərkən yaş faktoru önəmlidirmi, Hacı? Mən də dəyərli izləyicilərimizi salamlayıram. Onlar ki, Qurana həvəs göstərirlər, Quran oxumaq istəyirlər və Allahın nurunun dalıncadılar. Hər birini salamlayıram və hər birindən müvəffəqiyyət arzu edirəm. Bəli, biz keçən verilişlərimizdə təqlid haqqında danışmışdıq. Yəni, təqlid o qədər önəmlidir ki, onu bir verilişdə çəkib bitirmək olmur. Çünki o qədər deyiləsi sözlər var ki, onlar gərək deyilsin və qarşı tərəfdə mütləq eşidilsin. Çünki bugün təqlid edənlərimiz həmd olsun Allaha var, maraqlananlar var, həmişə olub və olacaq da hər dövrün öz nəsli var, bunlar maraqlanırlar. Ona görə biz də bunları mütləq çatdırmalıyıq. Sən öz dərslərimizdə dərsin bir hissəsi İbrahim, təqlidə lazım olan nələrdirsə, onları öyrədirik. Yəni, elə tək təqlid deyil. Məsələn, əgər bir təqlidçi, indi bu verilişimizdə qeyd edəcəm o təqlidin şərtlərində səsi qorumaq məsələləri var. Təkcə oxumaq deyil ki, yəni bəzən vaxtı o qədər oxuyanlar olub ki, səslərini xarab eləyiblər. Təqlidin ümumiyyətdə zərərli tərəfləri də var, xeyir tərəfləri də var. Əgər onu düzgün icra etməzsənsə, o zaman sən zərərlə çıxacaqsan. Yox, düzgün riayət edərsənsə, o zaman necədir? Sən müvəffəq olaraq çıxacaqsan. Mən mütaliə edirəm, deməli, o qarilər ki, həyatlarında yarıda qalıblar. Giriblər bu işin içərisinə və yarı qalıblar. Ən çoxları bilirsiz kimlərdir? Onlar ki, yarıda səslərini əldən veriblər. Çox yəni, həssas bir məsələdir. Yəni, Allah Teala bu səs telin elə bir forma yaradıb. Hələ indinin özündə belə həkimlər çətinlik çəkirlər. O zərər görəndə onu müalicə etməyi hər həkim boynuna götürmür. Əməliyyatın boynuna götürmür, məsələn, əgər səs telində problem yaranıbsa. Çünki həkimlər özləri də etiraf edirlər ki, Allah Teala bu səs telini elə bir formada yaradıb ki, yəni bilinmir də nədir. Nə cür buradan səs çıxır, nə cür
hərflər buradan icra olunur. Səs müxtəlif formalısa, heç kimin səsi bir-birinin səsinə oxşamır. Bəli. Allahın bu yaratdığı bir möcüzə deyilmi? O üzdən təqliddə də biz çox danışırıq. Bəlkə də izləyicilərimiz deyər ki, bunlar yəni bu qədərmi önəmlidir təqlid? Mövzu uzun mövzu. Mövzu böyük mövzudur. İnşallah bir müəyyən etapdan sonra artıq biz muğamların tədrisinə inşallah keçəcəyik. Yəni və muğamları yavaş-yavaş Quran oxumaqla göstərəcəyik ki, bu hansı muğamdır və s. Amma ondan önəmli biz bəzi məsələlər var, onları mütləq danışmalıyıq. Sual belə idi ki, təqliddə yaş şərtdirmi? Səhv eləmirəmsə sual belə idi. Bəli, təqliddə yaşı nəzərə almaq lazımdır. Məsələn, təqlidçi əgər 11 yaşdan azdırsa, bir yolu var onun. Yox, əgər 11 yaşdan, 13 yaşdan, 14 yaşdan, 15 yaşdan yuxarıdırsa, təbii ki, bu da bir fərqli bir məsələdir. Yox, təqlidçi 20-25 yaşdan yuxarıdır, 30 yaşdan yuxarıdır. Yəni, bunlar biraz fərqli yanaşmalardır. Təbii ki, müəllim burada artıq məsuliyyət daşıyır. 11 yaşlı təqlidçiyə sən nə verəcəksən? Kimə qulaq astıracaqsan? Acı səs dönəmi ilə əlaqəli ola bilər. Hələ o etaba gəlmirəm. Bəli. 11 yaşda hələ səs tam dəyişmir. Bəli. Səs artıq o yetkinlik yaşına çatdıqdan sonra dəyişməyə başlayır. Bu dövrlərdə sən bu təqlid edəni necə işlədəcəksən? Yəni, ola bilər sən onun səsinə bir baskı edəsən təqlid vasitəsilə, uşaq bir ildən sonra artıq onun səsi işləməsin. Bəzən vaxt deyirlər, səsini açmaq istəyirsən, qışqır. Yox, bəzən vaxt qışqırarsan, səsin batar. Səs telinə elə bir baskı edərsən, o səs teli tamamilə məcrasını dəyişər. Sən elə bir məcradaydın, tam başqa bir məcraya keçər və özün də peşman olarsan. Sənin gözləntin nə idi və məsələ hansı yerə gəldi, çıxdı. O üzdən təqliddə 11 yaşdan aşağı uşaqlara ki, onların səsləri daha zil olur, Əbdülbasitin səsi ilə onları məşq elətdirmək olar. Amma yenə deyirəm, bu məşqdə standart səs olduğu üçün. Yəni standart səs olduğu üçün bu məşqlərdə mütləq nəzarət, günü-gündən nəzarət daha güclü olmalıdır. Yəni o qədər güclü olmalıdır ki, müəllim həmin uşağın hər dəfəki səsini nəzarət etməlidir. Çünki uşaq yaşlarında olan səslər hər gün fərq eləyir. Əgər 11 yaşı varsa, hər gün onun səsi fərq edir. Hacı müəllim də çox peşəkar olmalıdır. Mütləq. Yəni elə mən bu səsi verirəm, sən get əl və at qulağının dibinə oxu, elə bir məsələ yoxdur təqliddə. Yəni ustad, müəllim mütləq onun səsini hər gün analiz eləməlidir. Əgər məsələn həftədə dərs 3 dəfədirsə, həftədə dərs 2 dəfədirsə, ya 1 dəfədirsə, olur da belə. Məsələn həftədə 1 dəfədirsə, mütləq o 1 dəfədə onun səsini analiz eləməlidir. Verdiyin qarinin o 2 hissəsi var. Məsələn Əbdülbasitdən vermisən, onu oxudanda gör bunun səsində hansı müsbətə doğru gedib səs, mənfiyə doğru gedib səs. Mənfiyə doğru gedibsə, mütləq yenə sən orada bir işlər görməlisən, ya o bayaq dediyim məcranı dəyişməlisən, ahəngi dəyişməlisən, başqa bir qarıya keçməlisən. Yox, görürsən ki, səsdə müsbət enerjilər var, müsbət xarakterlər daha da artıb, onda davam edirsən. O üzdən ələlxüsus kiçik yaşlarında olan təqlidlərdə deyərdim ki, ustadın, müəllimin ən çətin dönəmi həmin dönəmdir ki, məsuliyyət daşıyır. Ki, uşağın səsi Allah eləməsin nə ola bilər, aradan gedə bilər. Gəldi o səs keçid dönəmində artıq orada ora qədər sən artıq bitirməlisən. Müəllim zirəng olsa, təqlidi ora qədər artıq elə bir həddə çatdırmalıdır ki, uşaq artıq Quran oxuya bilsin. Bəli.
səs keçid dönəmində artıq nə edəcək uşaq? Biraz səbr edəcək. Ki, səs daha çox zorlanmasın, səs teli məcrasını dəyişməsin, daha pis yerlərə getməsin, biraz qiraətini azaldacaq, zilləri azaldacaq və o keçid dönəmində o öyrəndiyi qiraətləri asta formada oxuyaraq keçməlidir. Bu çox əhəmiyyətlidir. Və gəldik, əgər təqlidçi yuxarı yaşlardadırsa, deməli, yuxarı yaşlarda olan təqlidçilər, baxın, qarilərin cavan yaşlarında oxuyan qiraətləri var ki, cavan yaşlarında oxuyurlar. Məsələn, Əbdülbasitin cavan yaşında oxuduğu, məsələn, 30 yaşında oxuduğu qiraət. Bir də gəlirsən, Əbdülbasitin 50 yaşında oxuduğu qiraət. Əgər sən təqlidçi, məsələn deyək, Əbdülbasiti götürüb təqlid edirsənsə, ki, sənin yaşın 20, 25 və yaxud da 30-dursa, sən gedib Əbdülbasitin 30 yaşındakı qiraətin və yaxud da 25 yaşındakı qiraətin təqlid edə bilmərsən. Deyərsən ki, nə olsun, mənim də 25 yaşım var. Yox, qardaş, Əbdülbasitin səsi qeyri-adi səsdir axı. Çox zil səsdir, amma sənin səsi ona deyil. Sən gedib onun yaşlı vaxtında olan qiraətləri tapmalısan. Məsələn, Əbdülbasit وَالضُّحَى وَاللَّيْلِ إِذَا سَجَى وَالضُّحَى وَاللَّيْلِ إِذَا سَجَى مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى. Bunu yaşlı vaxtında da oxuyub. Bəli. Bunu gənc vaxtında da oxuyub. Səsləri qoyursan bir-birinin kənarına, deyirsən ki, ilahi, bu nədir məsələn. İndi sən gedirsən cavan vaxtında olan səsi götürürsən, boğazını neynirsən, zədələyirsən. Bəli. Amma sən gedib onun yaşlı vaxtında olan o vadduhəni götürüb təqlid eləsən, onda sənin səs tellərinin olacaq, zərər görməz. Bax, eyni şeydir. Burada da Əbdülbasitə qulaq assan, burada da Əbdülbasitə qulaq assan. Birində səs telləri zədə görür, birində isə müvəffəq olursan, oxuyursan. Yəni, bunlara mütləq diqqət etmək lazımdır. Elə biləm ki, suala da çox ətraflı yanaşdıq. Çox İnşallah gözəl, başqa hacı. suallar da yəqin ki, varınızdır. Allah razı olsun, hacı. Bir məsələni demək istəyirəm, ikinci sual verməmiş. Bizim keçən verilişlərimizin birində bir nəfər sual verib, istəyərdim o sualı sizə verəm, hacısan. Məni çoxdan bir sual maraqlandırır. Həmin sualı verən şəxs deyir. Məni çoxdan bir sual maraqlandırır. Niyə Quran avazla oxunur? Bu mütləqdir. Əgər belədirsə, onun sənədi haqqında məlumat verərsiniz bizə. Biz dəyərli izləyicimizin sualın cavablandıraq. Halbuki bizim verilişimizin formatı təqlidlə bağlı olan bir formatdır. Amma hər halda vaxtlarını ayırıb yazıblar, biz də cavablandırmalıyıq. İnşallah. Quranı niyə avazla oxumalıyıq? Çünki bir hədislə, bir Quran ayəsi ilə cavab verə bilərik buna. Birincisi, Müzzəmmil surəsinin 3-cü ayəsi. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا. Yəni, Quranı tərtillə oxuyun, avazla oxuyun, belə deyək. Bir də Peyğəmbərimizin avazla bağlı olan çoxlu hədisləri. Bunu Quran ətri verilişinə baxsalar, orada sualların cavabını tapacaqlar. Biz orada ustadlarla bəhs eləyirik bu haqda. Peyğəmbərimiz deyir ki, Quran-ı Kərimi gözəl səslərinizdən daha zinətləndirin. Zinətli bir şeyi zinətlə zinətləndirmək olar da. Yəni, Quran zinətli bir kəlamdır, kəlamları zinətlidir. Onu gözəl səslərinizlə zinətləndirin. Elə bizim bu qədər verilişlər çəkməyimiz elə bu gözəl səslər haqqındadır. Gözəl səs haqqında nə qədər danışırsan bitmir. Ona görə də kifayətləndirəm bu qədər. Təşəkkür edirəm, hacıcan. O zaman ikinci sualımıza keçək, hacı. Buyurun. İkinci sualımız bundan ibarətdir ki, təqlid edərkən səsə dəyən zərərlərdən necə qorunmaq olar? Bayaq işarə elədim, təqliddə həm müsbət, həm mənfi hallar ola bilər. Müsbət hallar ki, qoyuruq kənara, mənfilər
nə ola bilər? Mənfi ola bilər ki, səsi itirə bilərsən və artıq sən o böyük əzəmətli işin dalıca gedə bilmərsən, qalar. Ona görə biz bunları bilməliyik ki, nədir? Ümumiyyətlə, təqlid əsnasında, təqlid edərkən, təqlidlə bərabər biz bəzi dərslər var, onu biz internet vasitəsilə də öyrənə bilərik. Onu xüsusi müəllimlər vasitəsilə də öyrənə bilərik. Yəni, insanın özündən asılıdır. Amma deyərdim ki, xüsusi dərslər olsa, dərslərə getsə bu haqda, onun daha çox mənfəət və faydası var. Niyə? Çünki səsin düzgün istifadə qaydaları var. Bunu vokal dərslərində daha gözəl öyrədirlər. Muğam dərslərinin özündə də bu məsələləri öyrədirlər ki, səs harda istehsal olur səs. Məsələn, əgər səsi istehsal edən səs telləridirsə, mən elə bu səsi səs tellərimin üstünə mi yükləməliyəm? Belə deyə də, səsi özü neçə hissəyə bölürlər? Sinə səs var, orta səs var, baş səs var. Mən harda oxumalıyam ki, mənim istehsal olunan o səs ki var, yer ki var, o yeri mən dağıtmayayım. Elə bil ki, mən səs teli istehsal olur səs tellərində, mən bu səs telin elə həmin o zavodun içində istifadə eləməyə başlayıram. Zavod bir şey istehsal eləyir, çıxardıb onu qıraqda yox, elə zavodun içərisində mən onu istehsal edirəm. Qardaş, bunun bir başqa bir yeri olmalıdır. İstehsal olan yer var, satış yeri var və kimsə alıb aparıb hardasa istifadə edir. Yəni, istehsal olan mal zavodun içərisində elə nə olmur? Elə bazar orada açılmır. Yəni, lor dilinə danışaq da. Bazarı orada açmırlar. İstehsal olunan yerdə, qırağı bir yerdə açırlar həmin bazar ki, oradan gedib müştəri oradan alsın. Biz səsi burada istehsal eləyirik, amma gəlib elə səsin özündə bu istehsal olunan yerdə biz icra etsək, o zaman səs dillərimiz dağılacaq. Deməli, biz birinci zərərdən qaçmaq üçün səsin harda işlənən yerin biz tapmalıyıq. Onu təcrübə vasitəsilə də edə bilərik, onu müəllim vasitəsilə də edə bilərik ki, ən gözəl müəllimdir. Sən illərlə ola bilər ki, təcrübədən sonra tapa bilərsən ki, səsi mən harda işlədə bilərəm. Bir də var ki, müəllim ikinci dərsdə artıq deyir ki, sən səsi burada yox, filan yerdə icra elə. Bu çox rahat bir formada ola bilər. Bəzi məclislər olur ki, biz məsələn Quran tədbirlərində qiraət eləyən vaxtı elə məclislər olub ki, mən özümdə deyirəm də. Elə məclislər olub ki, qiraət eləmişəm 15-20 dəqiqə. Sonra əziyyət çəkmişəm. Ona gələcəm. Bəli. Onun səbəbləri var. İnşallah səs niyə görə yorulur? Onu gələrik, qoy mən bu zərərləri deyim. Sonra eyni zamanda biz buna çox az riayət edirik. Məsəl üçün, amma buna diqqətli olmalıyıq. Təbii otlardan istifadə etmək, məcunlardan istifadə etmək. Yəni, bəzən vaxt səsi qorumaq, yəni, deyirik ki, məsələn, səsdən düzgün istifadə eləmək, bu biridir. Səsə harda istifadə eləmək lazımdır. İkincisi, səsə qulluqdur. Mən səsimə qulluq eləyirəm. Ne edirəm? Məsələn, bəzi otlardan istifadə edirəm ki, həkimlərin məsləhət əlbəttə etdiyi otlardan və yaxud da təbii məhsullardan istifadə olunma. Bunlar hamısı şərtdir. Mən elə həm oxuyuram, həm də hər nə gəldi yeyirəm, belə şey yoxdur. Zərərli vərdişlərdən uzaq olmaq lazımdır. Məsələn, siqaret kimi şeylərdən məsələn çox uzaq olmaq lazımdır. Tək siqaret deyil. Qazlı içkilərdən uzaq olmaq. Təsəvvür edin, qazlı içkilərdən fərq eləmir hansı olur olsun. İstifadə etdiyin zaman sənin, demirəm, oxuya bilmirsən. Ola bilər, biri deyər ki, mən həm qazlı sulardan istifadə edirəm, həm də oxuyuram. Oxuya bilərsən, amma sən o səs tanıyanlar ki var, onlar ki bilirlər səs nədir, onların yanında bir ağız oxusan, deyərlər ki, get səsvi müalicə elə, get səsvi biraz şəffaflandır. Dərhal bilinəcək.
Yəni o istənilən qiraəti sən edə bilməyəcəksən. Qazlı içkilərdən uzaq durmaq lazımdır. Zərərli yeməklər var, məsələn, yağlı yeməklər var. Onlar zərər edirlər. Sonra şorabalar, tünd şorabalardan istifadə etmək. Bunlar hamısı zərər verir səslərə. Bəs necə yaşayaq biz? Öyrənəndən sonra yaşamaq olur. Adam öyrəşəndən sonra çox rahat olursan. Həmin nəfsinlə mübarizə aparırsan. Adət halına çevrilir. Adət halına çevrilir. Qazlı sudan içmərəm, nə olacaq ki? Təbii kompot içərəm onun əvəzinə. Yaxşı. Və yaxud da şoraba yemərəm təbii onun əvəzinə başqa. Kompot da şirindir, onu da deyirlər ziyanlı. Yox, zərəri yoxdur. O təbiidir, onun zərəri yoxdur. Ən çox qazlı içkilər səsi bərbad eləyir. Biraz çox içsən səsi bərbad edir. O yüzdən bu məsələlərə mütləq diqqət etmək lazımdır ki, biz səsimizi, səs tellərimizi zərərli içkilərdən, zərərli adətlərdən, yağlı yeməklərdən, şorabalardan, bunlardan mütləq qorumalıyıq. Bir də bunda qeyd edim ki, bu da önəmli bir məsələdir ki, səs telin xarab edir və çox adam da bundan xəbərsizdir ya İbrahim. Oxuyanların çoxu bundan xəbərsizdir. Bir ara özümüz də məsəl üçün o zərəri gec anlamışam da, həkimə gedəndən sonra həkim deyir ki, məsəl üçün sən mütləq bunu tez bir zamanda gəlməliydin. Deyir, mən nə bilim, ağlıma gəlməzdi. O da mədə turşusunun çoxluğu. Bəli. Əgər mədədə turşuluq çox olarsa, ən ziyanlı işlərdən biri. Yatan halda, əgər başın yastıqdan aşağıdırsa, onda həmin turşuluq qayıdır və səs telin nə edir? Xarab edir. Bəli. Onu da mütləq nəzərdə saxlamalısan. Səslə bərabər mədə də nəzarətdə olmalıdır. Bəli. Bu zərərli şeylərdir ki, mütləq bundan çəkinməliyik. Təşəkkür edirəm Hacı. Çox sağ olun və üçüncü sualımızı inşallah vermək istəyirəm. Təqlidimizi Hacıcan hansı qari ilə etmək məsləhətdir? Bunu sizdən eşitmək istəyərdik. Önəmli məsələlərdən biri də İbrahim, təqlidi kimdən etməliyik biz? Bəli. Yəni bura qədər məsələn ilk söz bundan ibarətdir ki, kimi bəyənirsən onunla oxumalısan. Bir məsələ budur. Yəni mənim ürəyimcə də olmalıdır. Qarşı tərəf onun səsi mənim qəlbimə yatmalıdır. Bu bir məsələdir. İkinci məsələdə səsin zildir, səsin bəmdir. Bu məsələlər də var. Əgər səsin çox zildirsə, təbii ki, zil səsi olanlar istər-istəməz Əbdülbasitə tərəf gedirlər. Əbdülbasitə qulaq asırlar. Və yuxarıda da qeyd etdim. Uşaq yaşındadır, böyük yaşındadır, bunlar nəzərə alınmalıdır. Təbii ki, uşaq yaşlarında olanlar ya şahaddır, ya da Əbdülbasitdir. Çünki onların oxunuşları düz oxunuşlar olduğuna görə asan öyrənirlər deyə ustadlar da adətən o qarilərdən istifadə gedib, məsəl üçün Şaban Əbdüləziz Səyyadın qiraətini vermirsən, gəl bunu məşq elə. Çünki o qədər texnika işlədir həmin qiraətində. Deyirsən ki, uşaq bunu hardan öyrənəcək məsələn, düzdür? Bəli. Ona görə asan qarilərin qiraətlərindən verirsən. Və yox, səs dolu səsdir, bas səsdir və yaxud da tenor səslərdir. Bunlarda Minşavinin və yaxud da Mustafa İsmailin qiraətlərindən istifadə etsələr daha gözəl olar. Yəni Mustafa İsmailin dövründə məsələn Şeyx Rəfəti də biz deyə bilərik. Məsələn ondan da təqlid bəli edə bilərlər. Amma Mustafa İsmail texnika baxımından, səsinin orta səs olduğu baxımından biz desək, daha gözəl, təqlidə daha yaxşıdır. Daha yəni səsə zərər verməyən səslərdən istifadə. Bəli, Mustafa İsmail. Amma dövrümüzə görə, üzr istəyirəm Hacıcan, dövrümüzə görə mən bildiyim ən çox təqlid olunan Quran qarisi Muhammed Ənvər Şahad. Şahaddır, bəli. Şahadın çox sevilməsi onun şirin oxumasıdır. Bəli. Yəni sən özün də məsələn Şahadla oxuyursan, məsələn bilirik. Şahadın zilləri daha çoxdur. Şahadın zilləri, məsələn mən bir balamız var, onun üzərində işləyirəm.
çox maşallah istedadlı da bir uşaqdır. Allah qorusun. Şahadın məsələn tilavəti ilə işləyirəm onun üzərində, amma səsin qoruya-qoruya işləyirəm ha. Yəni o səsin şahadın zil yerlərində sən o uşağa izin versən ki, o tam getsin o zilə, o səsin körləyə bilər. Onu həmin hissələrdə Dövrü keçmək lazımdır. Həmin hissələrdə öz oxunuşumdan onu nizamlayıram. Bəli. Və yaxud da məsəl üçün şahadın oxunuşunun bir not aşağısında oxuyuruq. Həmin notda gedə bilməz. Gedər, səsin zədələyər. Amma biz bir not, yarım not baxır yerək, tilavətə baxır. Aşağı salırıq və həmin notda uşaq nə edir? Həmin yeri məşq edir. Yəni biz kimdən təqlid edək məsələsində mütləq məsləhətdən istifadə etməliyik. Yenə deyirəm, Mustafa İsmail başda olmaqla, Mustafadan demək olar ki, əksər insanlar təqlid edə bilər. Çünki səs elə bir səsdir. Yəni hamı ondan təqlid edə bilər. Həm səsindən, həm manevrlərindən istifadə edə bilər. Mütləq. İkinci bir tərəfdən səsi tam zil olanlar məsləhətdir ki, Əbdülbasitdən təqlid eləsinlər və yaxud da Şahaddan təqlid eləsinlər və səsi bəm olanlar Minşavidən təqlid etsələr daha məsləhətə uyğundur. Bəli, Hacı. Təşəkkür edirəm. Çox gözəl. Və Hacı, sonuncu sualımızı, bu verilişin sonuncu sualını vermək istəyirəm. İcazənizlə. Təqliddə qari seçimi şərtdirmi? Sualımız budur. Bu sualı elə bil biz bəlkə də müəyyən qədər cavabını verdik. Amma istərdim ki, ətraflı bu sualın cavabını verək ki, qari seçimi şərtdirmi? Bəli, şərtdir. Yəni, sən qari seçməsən, bir dəfə Mustafaya qulaq asırsan, bir dəfə Şahada qulaq asacaqsan, bir dəfə Minşafiyə qulaq asacaqsan. Görmüşük belə təqlidçiləri. Onlar elə qulaq asasa qalıblar, heç kimlə də təqlid eləyə bilməyiblər. Adətən çox qariyə qulaq asanlar, Hacı, özləri bir yol yaradırlar. Amma bəziləri də bir iş görə bilmirlər. O birinci mərhələdə, məsəl üçün, mən durum birinci mərhələdə hamıya qulaq asın məsələsində ustadlar bəzilərinin fikirlərincə düz deyil. Deyir ki, qardaş, sən hələ yeriyə bilmirsən sən. Görmüş uşaq olur, görsən yeriyə bilmir. Anası əlindən tutur. Ananın əlini etiraz edir ki, burax, mən özüm yermək istəyirəm. Buraxan kimi düşür yerə. Aydındır. Yaxşı, bu, əgər mən qiraət edə bilmirəmsə, mən qaçıram, buna qulaq asıram, buna qulaq asıram, zehində bir pərakəndəlik yaranır axı. Qari seçimi, sən sonra zaten o qarinin sona qədər getməyəcəksin. Heç məsləhət də deyil sona qədər getmək. Çünki özünə bir yol seçməlisən də, doğrudur. Amma ilk mərhələdə sən bu qarini bir qaridən mütləq təqlid etməlisən ki, sən ayaq üstə dura biləsən, addım ata biləsən. Biz görmüşük belə təqlidçilər ki, yarı yolda qalıblar. Bir dəfə 3 gün buna qulaq asır, 4 gün buna qulaq asır, 5 gün buna qulaq asır, axırda qalır, təqlidsiz qalır. Bu gün də var, deyir ki, yox, mən təqlid eləmirəm. Deyirsən, oxuyur, nə Mustafa oxuyur, nə Şahad oxuyur, nə Minşavi oxuyur, nə Əbdülbasit oxuyur, nə Əbdülal oxuyur. Heç birinin yəni oxunuşundan bir kəlmə o yadında saxlayır. Ancaq elə öz o beynindəki o qarışıq bir şey yaradıb, təəssüflər olsun. Onun o gürültüsü da, belə deyək də, o ümumi səs elə bilir ki, oxuyur, amma o oxumaq deyil. Mütləq sən bir qariyə təqlid etməlisən. Bunu böyük qarilər, Mustafa İsmail özü ustadından birinci təqlid edib. Düzdür, tez bir zamanda öz oxunuşunu tapıb Mustafa İsmail, bundan işimiz yoxdur. Amma o da ustad yanındadır da. Mustafa İsmail'in 2-3 dənə ustadı olub. Ümumiyyətlə ustadsız qabağa getmək biraz çətin məsələdir. Hər bir işdə sənin ülgün olmalıdır. O gözəl ülgü həmin kimdir? Sənə ustaddır. O üzdən əzizim, mütləq qari seçimi olmalıdır. Hətta sənin səsin ona uyğun olmasa belə, tapa da bilmirsən, səsin uyğun olmasa belə, onun yolun ən azından, texnikasını sən təqlid etməlisən. Zaten səsdə təqlid yoxdur. Sən səsimin Minşavini səs edə bilərsən.
Sən Mustafa İsmailin eynən kopya səsin ehtiyacı varmı kopyalamağa? Xeyr, Allah sənə, sən İbrahimə müəyyən bir səs verib, şirinlik verib, mənə bir başqa cür səs verib. Mən eynən şahad oxuya bilərəmmi? Yox, şahadın getdiyi yolu mən təqlid edə bilərəm, səsini təqlid etmirəm mən. Bəli. Ehtiyac da yoxdur. O üzdən qari seçimində mütləq diqqətli olmalıyıq və yuxarıda da izah elədik, verilişin ortalarında izah elədik ki, əgər təqlid edən yaşlı adamdırsa, gəncdirsə, o da qarilərin, həmin seçdiyi qarinin yaş dövrlərini nəzərə alıb qiraətlərinə qulaq asmalıdır. Bəli. Mən şahadın gənclik qiraətlərinə baxmışam. Gənclik dövrlərinin çox zildir. Yəni özün də qulaq asmısan. Bəli. Onun gənclik dövrü. Əbdülbasitın gənclik dövrlərini heç belə təqlid etmək adamın ağlına gəlmiş. Bu nətər təqlid etmək olar? O qədər zil səsdir. Allahın bir nemətidir. İndi onlara verib o vaxt. Allah rəhmət eləsin. Allah hamısa rəhmət eləsin, ruhlarını şad eləsin. Amin. Bunu da qeyd edim ki, İbrahimcan, səslər ümumiyyətlə 2 hissəyə bölünür qarilərə. Biz nəzərə alsaq, bunu da deyim, bəlkə faydalı olar izləyicilərimizə. Bəzi səslər var ki, xüsusi bir halı rəngi yoxdur. Məsələn, Mustafa İsmailin səsi. Diqqət eləmişsən, Mustafa İsmailin səsində qeyri-adi bir şey yoxdur. Bəzən vaxt xırıltılı, onun özündə bir manevrlər çox güclüdür. Gözəlliyinə təqdim edir. Və Mustafa İsmailin səsi qeyri-adi səslər sırasında deyil. Əbdülbasit kimi. Məsələn, Əbdülbasitin səsi qeyri-adi səsdir. Bəli. Yəni, baxırsan ki, qardaş, çox maraqlıdır. Bunu deyim, Quran ətrində istifadə etmişəm bu sözdən. Mustafa'nın haqqında mütaliə edərkən rastıma çıxdı. Deyir ki, Əbdülbasit Mustafa'nın görüşünə gələndə onun əllərini öpürdü. Şeyxül Qurradır da, qarilərin şeyxidir. Mustafa İsmail də deyir ki, ehtiram əlamatı olaraq deyərdi ki, mən də sənin səsindən öpürəm. Eşitmirsən bu sözü? Yox, çox maraqlı, xoşuma gəldi. Mustafa da deyərdi ki, mən də sənin səsindən öpürəm. Səsi necə öpmək olar? Mustafa İsmail bildirirdi ki, sənin səsin qeyri-adi bir səsdir. Yəni, amma Mustafa İsmailin texnikasına gəldikdə, texnika başqa şeydir. Ona görə əksər qarilər, yəni bizlər Mustafa İsmailin qiraətindən, səsindən rahatçılıqla istifadə edə bilərik. Mən məsləhətim də buradan dəyərli təqlidçilərimizə Mustafa'dan da istifadə etsinlər. Adətən şahadı çox vaxt, kimdən soruşum, şahada qulaq asıram. Şahadın zilləri bəzən vaxtı boğazı, yəni ustadla işləməsə boğazı zədələyə bilir qarşı tərəf. Ona görə biraz ehtiyat, işləsələr də biraz ehtiyatlı olsunlar. İkinci səslər dediyim kimi qeyri-adi səslərdir. Yəni, xüsusi hallara malikdir həmin səslər. Məsələn, Təblavinin səsi çox maraqlı bir səsdir. Ondan təqlid etmək üçün biraz adam zorlanır onu təqlid edərkən. Xüsusi bir xasiyyəti var səsinin. Görürsən, Təblavdan təqlid edənlər, eşitmirsən? Çox az adam təqlid edir. Niyə? Çünki elə bir səsə malikdir ki, onunla təqlid edərkən səs tellərinə zərər gəlir. Dünyada da ən çox sevilən qarilərdən biri də Təblavidir. İnşallah Quran ətrində yəqin ki, onun haqqında ətraflı məlumatlar verəcəyik cəmiyyətimizə inşallah. Bax, bu forma. Ümumiyyətlə biz elə etməliyik ki, ta 60-65 yaşına qədər ən azından rahat oxuya bilək. Biz elə bir iş görə bilərik. 40 yaşa qədər oxuya bilərik, 40 yaşda artıq səsimiz bitər. Səsimizi elə edə bilərik ki, 60 ta 70 yaşına qarilər var, 70-75 yaşına qədər oxuyublar. Mustafa İsmail özü 73 yaşına qədər Quran-ı Kərimi oxuyub. Elə sonuncu tilavətini edir və 2 gün sonra dünyasını dəyişir. Yəni, baxırsan da ki, gözəl qiraət eləyib həmin yaşda. Niyə? Çünki səsinin işlətmə qaydasını bilirdi.
Və biz də onu öyrənməliyik ki, səsimizə zərərlər gəlməsin. Və yaxud sual verdiniz İbrahim. Mən oxuyuram, amma Bəzi məclislər olur ki, bəli. səsimdə xırıltılar əmələ gəlir. Amma elə məclislər də olur ki, bəlkə də özümüz də bilmədən, məsələn, qaydasında oxumuşuq, heç bir problem də olmur. Aha. Elə o elədir. Məsələn, bəzi yerlər var ki, biz orada özümüz də bilmədən qaydasında oxumuşuq. Yəni səs hardan səs tellərinə zərər vermir. Biz orada oxumuşuq. Və sonradan yenə oxuya bilərik və yaxud da heç əziyyət hiss etməmişik. Amma elə məclislər olub ki, oxumuşuq da o 10-15 dəqiqədən sonra ikinci qiraət istəyiblər, oxuya bilməmişik. Baş ağrısı verib bəzən acımır. Çox əziyyət verir adama, əlbəttə ki. Sən elə oxuya bilmərsən ki, bütün yükü yükləmsən sən boğazva. Yaxşı, bütün yük boğazındadır, səs teli. 10 dəqiqə sən səs telin baskıda saxlamısan. Yazıq özün itirib ki, mən nə hadisə baş verir. Yaxşı, mən səsi istehsal eləyirəm və yenə o istehsal olunan yerdə bir hay-küy, məsələn də yazıq bilmir neynəsin. Qardaş, mən səs istehsal eləyim, hərf istehsal eləyim, oxuyum, nə edim mən? Ona görə səs teli artıq orada yorulacaq. Yorulan zaman səni də yorur. Psixoloji olaraq da artıq beynə siqnal verir ki, səs teli siqnal verir ki, artıq mən oxumaq halım yoxdur və sən də oxuya bilmirsən. O üzdən nə etməliyik? Bunun cavabını verdik. Biz səs tellərinin üzərinə yüklənməməliyik. Bunu bilmək üçün də mütləq bir səs şünaslara müraciət etməliyik. Ki, qardaş, mən oxuyum, gör mən səsimi düzgün yerdən çıxara bilirəm ya yox. Mən düzgün yerdən oxuyuram ya yox. Sinədə oxuyuram, boğazda oxuyuram, baş səsdə oxuyuram. Bunlar deməli çox önəmlidir. Bunu hardan, necə əldə etmək olar? İndi ola bilər biri uzaq bir yerdədir, müəllimə də əli çatmır. Nə edə bilər? Qarilərin və yaxud da oxuyanların video görüntülərinə baxsınlar. Ağız mimikalarına baxsınlar. Onlar oxuyarkən hansı ağız mimikalarından istifadə edirlər? Səsi hansı tərəfə atırlar? Səsin icrasında nələrdən istifadə edirlər? Ondan da müəyyən qədər bu yolları əldə etmək olar. Çox təşəkkür eləyirəm. Allah Mən razı olsun. Dəvətimizi qəbul etdiniz. Verilişimizə gəldiniz və cəmiyyətimizlə bu barədə maarifləndirirsiniz. Minnətdaram Hacı. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Sağ olun. Bəli, əziz izləyicilərimiz, bununla da verilişimiz sona çatır. Sağ olun, salamat qalın.